Güzel gündü bugün. Allah'a çok şükürler olsun. Bəli, əziz izləyicilərim, sizdən səhər-səhər mütləq belə sözlər deməyinizi tövsiyə edirəm. Çünki ağızdan çıxan hər bir söz bir sehirdir. Əgər kimsə sizdən soruşursa, necəsiz? Siz əgər desəz ki, nə bilim, belə də yaxşı deyiləm, görək necə olacaq, pisəm kimi sözlər işlətsəz, inanın ki, həmin gününüz eyni dediyiniz kimi keçəcək. Einstein'in bir sözünü xatırlatmaq istəyirəm. O deyir ki, əgər insanlar bilsə ki, ağızlarından çıxartdıqları hər bir söz evrəmə gedib dolaşıb özlərinə qayıdır, inanın ki, hər zaman ən gözəl sözlər işlədərlər. Ona görə də sizdən kim soruşsa ki, necəsiz, hər zaman çox yaxşıyam, hər şey yaxşıdır, yaxşı olacaq kimi sözlərlə mütləq özünüzü pozitiv enerjiyə kökləyin. Gününüz hər zaman xoş olsun.